Sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər yer alır. Belə ki, Rusiya prezidenti Mübariz İbrahimovu məşhur kino aktyor Remboya bənzədib. Vladimir Putin bildirib ki, mən çox qəribə və maraqlı məlumat almışam. Azərbaycanda yeni Rembo peyda olub. Bir gecədə tək başına silahlanıb, erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əskər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo tək başına 200 nəfərdən çox adam öldürəndə deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır. 200 nəfərin atdığı atəş bir nəfərə dəymir. Həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağlabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var. Azərbaycanlı Mübariz göstərdi ki, bu həqiqətdir. Heç də fantastika deyil, çox maraqlıdır, deyə Rusiya prezidenti Vladimir Putin bildirib. Qeyd edək ki, hər hansısa bir kitabın 78-ci səhifəsində yer alan bu fikirlər geniş ictimai müzakirəyə səbəb olur.